Salam əziz futbol severlər. Misri Premyer Liqasının 24-cü turun oyunlarındakı mübahisəli epizodları birlikdə nəzərdə keçirəcəyik. Gəlin turun diqqət çəkən məqamlarını birlikdə izləyək. Araz Naxçıvan rəqibin qapısına qol vurur. Baş hakimin köməkçisi oyundan kənar vəziyyətin olduğunu bildirərək bayrağı qaldırır. VAR epizodu yoxlayır və Araz Naxçıvanın oyunçusunun qolu qaydalar çərçivəsində vurduğunu aşkarlayır. Bu səbəbdən qol qeydə alınır. İmişlinin futbolçusu öz zərbə meydanında topa oynamağı gecikərək ehtiyatsız şəkildə rəqibin ayağına zərbə endirir. Hakim penalti təyin edir. VAR epizodu yoxlayır və meydandakı qərarın düzgün olduğunu təsdiqləyir. İmişlinin futbolçusu öz zərbə meydanında topla oynamağa cəhd edir. Lakin əvvəlcə rəqibin ayağına zərbə endirir, sonra topla oynayır. Hakim ayağa zərbə ilə bağlı penalti təyin edir. VAR epizodu yoxlayır və meydandakı qərarın düzgün olduğunu təsdiqləyir. Zirənin futbolçusu Qarabağın cərimə meydanında rəqiblə top uğrunda mübarizədə yerdə qalır. Hakim oyunu davam etdirir. VAR epizodu yoxlayır və müəyyən edir ki, mübarizə zamanı Qarabağın oyunçusu tərəfindən heç bir qayda pozuntusu yoxdur. Normal futbol kontaktı olduğundan VAR meydandakı qərarı dəstəkləyir. Zirənin futbolçusu rəqibin cərimə meydanına ötürmə edir. Top Qarabağın oyunçusunun əlinə dəyir. Hakim oyunu davam etdirir. VAR əllə oyuna görə mümkün penalti epizodunu yoxlayır və topun Qarabağın futbolçusunun bədəninə bitişik olan sol əlinə dəydiyini aşkarlayır. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir. Neftçinin oyunçusu öz zərbə meydanında topa əllə oynayır. Hakim penalti təyin edir. VAR epizodu yoxlayır və aşkar edir ki, oyunçunun əli qeyri-təbii vəziyyətdə bədənindən aralıdadır. Bu səbəbdən VAR hakimin qərarını dəstəkləyir. Qəbələnin futbolçusu öz zərbə meydanında topa əllə oynayır. Hakim davam işarəsi verir. VAR əllə oyuna görə mümkün penalti epizodunu yoxlayır və oyunçunun əlinin qeyri-təbii vəziyyətdə bədənindən aralıda və top istiqamətində olduğunu aşkarlayır. Buna görə də VAR hakimi monitora dəvət edir. Hakim epizodu izlədikdən sonra düzgün olaraq əllə oyuna görə penalti təyin edir. Top Turantovuzun cərimə meydanı daxilində bu komandanın futbolçusunun əlinə dəyir. Hakim oyunu davam etdirir. VAR epizodu yoxlayır və oyunçunun əlinin təbii vəziyyətdə bədənə yaxın olduğunu aşkarlayır. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir.